Dostlar, bugün sizləri birbaşa Parisə aparacağım. İnanmırsınız? Gəlin. Gözlərinizi yumun və təsəvvür edin ki, eynəkli bir qadın bir kafedə oturub, bir əlində kitab, bir əlində isə incə, şirin ruhlu bir qoxu var. Yanından keçən insanlar dayanmadan dönüb bir də baxır. Niyə? Çünki qoxu danışır. Məhz o qadından ilhamlanaraq Jean Arzes brendinin qurucusu Gres bölgəsində dünyanın ətir mərkəzində aylarla işləyərək bir tərif hazırlayır. Vanilin isti toxunuşu, o ağ çiçəklərin zərifliyi və o saf romantikanı yaşadan yumşaq notlar. Bu ətirin adı Puer Romantik olur. Nə qədər sadə səslənsə də, bu sadə bir ətir deyil, qoxu deyil. Bu həm də möhtəşəm bir hissdir. Deyilənə görə bu ətri vuran qadın küçədə dayanıb birini gözləyəndə yanından keçənlər baxıb bir qədər fikirləşir ki, bu qoxu kimi gülürsə, demək ki, sevməyi də gözəldir. Baxaq görək, həqiqətən də elədirmi? Gəl mağazaya, qoxula hiss et. Bəlkə də bu ətir sənin də içindəki romantikanı oyadacaq. Ətir gətir lüksün qoxusun.